Qardaşlar 19 oktyabrdır. Elşanın güyaçınlarını çəkməyə gəlmişik. Elşan Rızayevin Cəllabada gəlmişik qardaş. Bu güyaçınlarının tanıtımıdır. Dostlarımız da buradadır. Tanıtım çəkilişidir qardaş. Elşan, Allah səndən razı olsun qardaş. Sağ olun, xoş gəlibsiniz. Var olun, gəlin ayaqlarınız var olsun. Var olun. Allah köməyində olsun. Bura İştirakçılardır, hamısı. Elşan Rızayevin həyətidir, Cəllabaddakı həyətidir. Güyaçınlarını tanıtıma gəlmişik və deyək ki, qardaş, yayda bu quşlardan inşallah bulağın balalarını uçurdacaq, bizim üçün tamaşa verəcək. İnşallah. Salam aleyküm dostlar. 19 oktyabr 19 oktyabrdır bugün. Cəllabaddayıq, Elşan qardaşın yanındayıq. Dostlarla gəlmişik. Əlfarqa dayı burada. Doktor İlqar burada. Aleyküm salam. Heydər qardaşımız burada. Elşan özüdür. Xoş gəlibsiniz. Sağ olun. Qasımdır. Bax qardaşlar, gəlmişik Elşanın yanına. Elşanın quşlarını çəkməyə. İnşallah ki, Allahın köməkliyi ilə Natiq kişi də buradadır qardaşlar. Elşan qardaşım, mən bir sual vermək istəyirəm. Bax, keçən il çəkiliş eləmişdik. Çox fərqi var ha. Əlbəttə ki. Bu Yəni, yeniliydi. Dostlar da görə bilər, quşxanalar tamam başqa cür qaydada düzəlib, daha gözəl. Bir ilin içində çox böyük işlər görüb. Köhnə video ilə bu videoya baxanda dağlar qədər arasında fərq var. Düpbədüz. Bu da o deməkdir ki, qardaş, gələcəyə daha gözəl nəticəli heyvanlar. İnkişaf var təbii ki, adam üstündə işləyir quşların. Sağlamdır quşlar, maşallah olsun. Sağlamdır. Mən bir şey dəqiqədə baxdım. İnşallah Aleyda qardaş, yəqin ki, gözəl nəticələr görəcəyik da. Bu cür Təbii ki, bizim klubun belə deyim də favoritlərindən biri də Elşandır. İnşallah nəticələri göz qabağında olacaq. Hamı izləyəcək, inşallah. hamımız baxacağıq. Özdə adlı sanlı quşbazların quşu da var Elşanda. Çox adlı sanlı quşbazların quşu var. İndi onun, sonra Elşana düşürük ki, onu necə tutmalıdır, necə törətməlidir. Yəni, o demək deyil elə, məndə filan dayının quşu varsa elə, mənim quşum uçacaq, yox. Orada onu uçurdan insan da lazımdır, düz onunla məşğul olan insan lazımdır. Doktor çox gözəl fərq eləyib mən gələndən bura. O qədər doğrudan gözəl düzəldi. Çünkü yerde kalmaz. İnşallah. İndi bu bir hissəsidir quşlarının. Quşlarının bir hissəsidir. İndi əsas hissəsi 5 tane kuş. bu quşxanadadır. Bu sağdakı nə olacaq ora. İndi birazdan oranı da açıb göstərəcək. Orada tam başqa bir fərqli cinslərdir. Doğrudan da çox dəyişiklik olur. Çox, halal Quşlar, olsun. hə. Quşların dəyişikliyi, yuvanın dəyişiklikləri, yəni professionalca hazırlaşır da inşallah ki elə qəşəng də quşlar çox deyil. Adamın gözünə yatan quşlar maşallah. Birazdan çəkib göstərərik o quşxananın quşlarını. İnşallah. Yəni ki, bunlara baxaq. Elşan, bunlar nədir? Bir yaxına gəl onda, bir sual, bir iki dənə cavab eləyək qardaş. Biraz da xahiş edirəm yüksəkdən danışaq ki, səsimiz daha aydın çıxsın. Elşan, irəliləyiş çox görgür, gözəl irəliləyiş var. Olduqca çox gözəl. Geb içəriləri də çəkəcəm. Bax, kimin quşları da əsasən səndə? Burada olanlar Hacarpağan quşlarından var, Hacarpağa quşlarından var. Nərman üçün biraz da əlbəyin quşlarından. Bir Elə də də burada əlbək. əlbəy yoxdur. Yox, əlbəşlər əlbəyin. Çox hissəsi burada göylərin bəziləri Hacarpağa quşlarıdır. Bəli. Bəziləri də Nərmanındır. Amma ağlardan
Hazarfağa da var, Nərman da var burada. Yəni burada qarşılıqda 3 dənə quşlar. Ha, üç nəsil quşlardan saxlayırsan. Bu il uçurdub kəsdiklərin oldu. Kəsdiklərim də olardı hamısı. İnşallah uçurdub Ha, kəsdiklərin. hamısı. Yəni belə deyək, inşallah yarışa qədər ən azından bir neçə dənə hazır məhsulun var da əlində. 60 dənə varımdı hazır. Ay maşallah 60 Yəni dənə. orada da var, burada da var, burada da var. Orada da var. Gözəl sayda 50-60. Nəticə, bəli. Çünki Elşən törədicidir də, belə deyim. Bir var, yarış qabağı baxır ki, gedir, quş götürür, 3 dənə oradan, 3 dənə bundan. Bir də var, bunun öz damazlı quşları var, öz yaratdığı cins var. Yəni buradan da balaları alır, uçurdur. Məqsədimiz budur ki, əsas özümüz törədək də, belə deyək. Öz həyətimizin quşlarını Təbii uçurduq ki, da. yəni o nə vaxta kimi oradan 2 dənə, buradan 3 dənə, o 5 dənə korobkaya qoydu, gətirdi. Bu 2 dənə hədiyyə gətirdi. Yəni bu iş deyil də, belə deyək. Şəxsən mənə görə bu alınan bir şey deyil. Alınmayacaq da bu işlər. Ona görə Amma bu daha cür qoyulur. özün törətməlisən bunları. Daha. Mən də Əleylərə özün başa törət. %100 razılaşıram sizin o sözlə Biri ki, daha. biraz da insana zövq verir də öz quşxanandan çıxan balaları Bəs nə, uçurdu. bəs xasiyyətlərinə ən əsas bələd olursan ki, nə xasiyyətdədirlər. Yoxsa oradan buradan gələn quşlar sən xasiyyətlərini axı bilmirsən. Sən bunu İçki çox verir. yarışa birsiz uçurdular. Bu belədir də, bilirsiz necədir. Yəni Qoyma quşlar. tutar, qatıq, tutmaz, ayran da belə bir söz var. Ha, oradan buradan o korobka ilə quş gəlir hədiyyə ki, yarışda quş uçurdacam. Mən düşünürəm ki, o bəxtə xuda da belə deyil. Bir də Əleydə qardaş, mən bunu deyərdim ki, quşu uçurdanda biz quşumuzun haqqında nəsə deməliyik də, yarışdan qabaq ki, məsələn, mən uçurdacam, təqribən bu quşum 3 saat uçar, bu quşum 5 saat uçar, bu quşumun xasiyyəti bu qaydadadır, bir yerdə uçacaq, bu quşum gəzəcək, o deməkdir ki, öz quşumuzu tanıyırıq. Ancaq yarış qabağı, 2 ay qabağında mən quş gətirirəm, uçurtmağa, qardaş onun xasiyyətini tutanmıram, eyni sizin sözünüzə şərikəm. Ola bilər yaxşı uçar, ola bilər uçmaz. Axı biz onun xasiyyətini bilmirik. Təbii ki, elə mənim dediyim də elə odur. Çünki sən quşun əgər xasiyyətini bilirsənsə, bunun tarixçəsini bilirsənsə, göyərçinlərin, təbii ki, sən proqnoz qoya bilərsən. Sən deyə bilərsən. Necə ki, misal üçün, Həcərfağa kişi keçən il idi, ya iniş il idi. Orada quş uçurdanda Elşən Cəlləbadda elə onun həyətində idi, hərcin həyətində idi. Maşallah olsun. Orada ha. 6 dənə ya 5 dənə bilmirəm quşa diaqnoz qoydu, belə deyim də. Dedi ki, bax bu 9 saat, bu 10 saat, bu 10 saatın üstü. Yəni bu kişinin quşlarıdır, özü də yəni bilirdi ki, elə də uçacaq. Yəni xasiyyətlərinə bələd idi. Və elə də doğrudan da elə də uçdular hamısı. Yəni əgər sən quşuva bələdsənsə, sən 10 saatlarını deyə bilərsən. Altısına deyə bilərsən, ola bilər ki, birin başı ağrısın, qarnı ağrısın, bəli, tez düşə bilər. Amma o 5 dənəsi sən deyən saatda uçmalıdır. Yəni 1 saat yuxarı, 1 saat aşağısını uçmalıdır. Təbii da. ki, 1 saat aşağı, 1 saat yuxarı uçmalıdır. Əgər sən dediyim kimi ya quşlarına bələdsənsə, sən quşların özün törətmisənsə, oradan buradan gətirmisənsə, bu başqa mövzudur. Heç o mövzuda mən danışmaq istəmirəm, heç danışmam o mövzuları mən. Çünki mən bilmirəm o mövzuları. Əleylə qardaş, belə xoşuma gələn deməyək, gözəyə o bir quşbaz kimin dəyən, çarpan quşlar var. Burada qara göylər var, xoşuma gəlir. Bax göylər var. Çox xoşuma gəlir. Burada Elşən sintez eləyib də belə deyim, Həcəlfağanın quşları ilə Nəriman Ağsaqqalın quşlarını cütə vurub və yaxşı da nəticə alıb. Bax belə. Yəni bildiyi quşlardır, belə deyim, tarixi olan quşlardır. Yəni tam bildiyi quşları bir-birinə vurub da. Yoxsa tanımadığım quşu gedim mən yerdən götürüm ki, hə bu filan kəsin quşudur, gətirim onu hansısa quşa cüt vurum, oturum gözləyim, illərim geçsin, o deyil. Hər ümumiyyətcə hər heyvanın mən düşünürəm ki, itdə var, atda var, bu pasportu da pasport olmalıdır, belə deyim. Təəssüflər olsun ki, hələ ki
quşun pasportu yoxdur bizdə. Top ölkələrdə var. Var, top ölkələrdə ölkələrə baxanda biz quşun da pasportunu görə bilirik. Amma əfsuslar olsun ki, Bakıda hələ inkişaf o qədər olmadığına görə bunun pasportu yoxdur. Bunun pasportunu biz belə ala bilirik ki, ancaq uçuşdan da, göydən və bunun tarixini bilməliyik. Onun atasını, anasını tanımalıyıq. Yoxsa hə quş 8 saat uçdu amma biz bilmirik bunun atası kimdir, anası kimdir, hə nə olsun o 8 saat uçub. Ona görə tarixi olan quşları Yəni qardaşlar belə deyə, Əli də qardaş da belə demək istəyir. Yəni sözünə qüvvət gəlirəm, razıyam. Yəni demək istəyir ki, bir quş uçursa biz bilməliyik ki, bu quşun bundan qabaqki çıxan balası, qardaşı və yaxud bacısı nə qədər uçub. Həmin o quşun ana tərəfdən necə uçuşları olub, ata tərəfinin necə uçuşları olub. Yəni bu bunun bütün səcələsini qoyur ortaya. Yoxsa kör təbii doğrudan işləmək çətindir. İndi maşallah olsun, var Bakıda güclü quşbazlarımız var, cavanların içində. Təbii ki, ağsaqqallarda da var. Ağsaqqallarımız da var, çoxdur. Nə etmək lazımdır? O səcələli quşlar götürmək lazımdır. Tanıdığım insanların quşlarından götürüb Tarixi olan. Bəli. Tarixi və pasportdakı belə deyim də, indi pasportu olmasa da ən azından hamımızın ağlı var, bilirik ki, kimin quşu cinsdir, kimin quşları uçub və uçur. Bəli. Bu ruslarda zavodçik deyirlər. İndi mən Azərbaycanca törədici. Bəli, bu törədicilərdən quş alıb törətməyə dəyər. Amma bilmədiyimiz xam gəldi, düşdü, mən onu götürdüm, kəsdim, törətdim. Yəni bu mən şəxsən bu mənim yolum deyil. Bu haqqda heç danışmaq da istəmirəm. Şəxsən bu mənim yolum deyil. İndi bilmirəm, onlar da özlərinə görə düzdür, mən də özümə görə düzəm, mən onlar da bir söz demirəm. Amma mənə görə, yəni mənim yolum düzdür, mən düşündüyüm düzdür. Çünki mən bunları oxuyuram, araşdırıram. Daha qısa yolla gedirsə, səcələli quşla işləmək qardaş ən qısa yoldur. Yəni bu işin ən qısa yolu səcərəli deməyək, yəni cins quş. Hə, o cinsi olan, o yəni tanıdığımız, bildiyimiz cins quşların o səcərə ona gəlir ki, bilirik ki, bunun dayısı nə qədər uçub, bunun əmisi nə qədər uçub. Dayısı, əmisi, tayları təbii ki. Oradan işləmək çox rahatdır. İnşallah ki, mən inanıram ki, tezliklə Əlidə qardaşın göyərçinlərini də çəkəcək qardaşlar. Həmin vaxtı elə Əlidə qardaş dediyinin hər birinin gözümüzlə şahidi olacaq. Nə demək istədiyini biz orada daha aydın görəcəyik. Bütün quşbazlara da mənim böyük hörmətim var. Mən heç kimə yəni narazılığımı bildirmirəm Cavid. Sadəcə mən öz fikrimi dedim sənə. Yəni bu danışdığımız hər an öz fikri var da, belə deyim. Bəli. Bu da mənim öz şəxsi mövqeyimdir, öz şəxsi fikrimdir. Ola bilər kimsə mənimlə razılaşmaz, o onun öz fikridir. Mən yenə də öz fikrimdə qalacam ki, bu tutulma quşlardır, bəziləri deyir ki, tutulma, o mənim fikrimdir, yenə də deyirəm. Tutulma quşları biz bilmirik, bunun qardaşı nə olub, anası nə olub, atası kim olub. Bəli, ola bilər özü uçur. Ola bilər ki, uçur, özü uçur, amma ki, baxsan ki, balası uçmadı. Yəni belə hallar çox olur da, mən görürəm, araşdırıram, soruşuram. Olur, yəni. Mən də bu nədən əsaslanıb danışıram. İndi bəzilər deyər ki, bu adam 3 ildir quşbazlığa başlayıb. Mən özümə quşbaz da demirəm, mən bu hobbimdir, belə deyim. Mən hobbi kimi yanaşıram bu işə. Mən bu işin lap dərinliyinə də getmirəm. Çünki mənim o qədər vaxtım da yoxdur. Mən işləyirəm, belə deyim. Amma ki, bu mənim həvəsimdir, araşdırıram. Elə adam var ki, misal üçün 30 ildir quşa baxır, nə olsun ki? Yəni bu 3 ildir başlayıb, amma mən misal üçün gələr mənim həyətimdə, ona deyərəm ki, 3 dənə sən quş uçur, 3 dənə də mən uçurdum. Onun korpusuna, onun həyətindəki quşlara baxarıq. Biri İran, biri Ərəb, biri nə bilim Pakistan, biri şələ quyruq. Bilinmir bu ümumiyyətcə nə törə, nə işlə məşğul olub. Bu vaxta kimi, bu 30 ilə kimi. Yəni bu belə yəni illə deyil də. Bu 3 ildir, 5 ildir saxlayır. Bu bilmir. Yox, elə bir şey yoxdur. Teoriyada elə bir şey yoxdur. Mən düşünürəm ki, insan gərək bir balaca bundan anlayışı olsun. O da ki, mənim atam da saxlayıb. Həvəskar olub da atam, belə deyim. Bizim bağımız vardı. Yaydan yaya köçəndə biz özümüzlə quş gətirirdik bağa. Orada saxlayıb. Məndə də o vaxtdan o həvəs yaranıb. Mənim əmlərim də saxlayıb. Mənim dayım da bugünkü gün quş saxlayıb.
Mənim başım qatışıb işə, filana, ora bura bu neçə illər saxlamamışam, amma o demək deyil ki, mənim quşdan anlayışım yoxdur. Mənim quşdan çox gözəl anlayışım var və mən bunu hər zaman da sübut eləməyə hazıram. Yəni kimin narazılığı varsa, yəni Cavidə müraciət edə bilər, mənlə görüşə bilər, bir dost kimi oturarıq, mən o adama izah eləyərəm. Nə qaranlıq qalıbsa mənim sözlərimdə. Bu məsələ bura. Bura kimidir? Mən inanıram ki, sizin quşları çəkəndən sonra Allahın köməyi ilə biz deyən olmasa Allah deyən olsun. Sənin fikrin tamamilə üst-üstə düşəcək. Cavidiyyən də deyir, amma bu mənim öz fikrimdir. Öz Mən də mövqeyimdir. sizin Ola bilər fikrinizdən kimsə, razıyam. Mənlə fikri üst-üstə düşməz. Ola O da bilər. normaldır. O da Həyatımızda ən normal haldır. şeydir. Təbii ki, biz sivil ölkədə yaşayırıq. Biz sivil insanlarıq. Ola bilər ki, o mənlə razılaşmasın. Bir dost kimi də o gələr mənə deyər, mən ona deyərəm. Bir ortaq məxrəcə bəlkə mən düz eləmirəm. Amma mən bilirəm ki, mən düz eləyirəm. İndi məsələ bax budur Cavid. Bu İnşallah ki. quşbazlıq kimi də mən düşünürəm bəzilərdir ki, çətindir. İllər lazımdır, vaxt çatmır, həyatımız çatmır. Mənə görə şəxsən mənim ən hasant gördüyüm iş bu həyatda ən hasant gördüyüm iş quş söyrədib quş uçurtmaqdır. Bura qədər qardaşım. Maşallah olsun, var ol. Çox sağ ol, maşallah olsun. Ha maşallah olsun, əla. Var olsun qardaşlar. Çok değerli sözler var. Və Dayıcan doğrudan da fikirləri çox maraqlı oldu. Allah. Belə əla oldu həqiqətən. Bütün dostlarımız da burada. İnşallah. İnşallah ağsaqqalımız da burada. Eynal qardaş Cəllabaddan burada. Çempionumuz Qasım qardaş burada. Olsun, təbrik eləmək səni. İnşallah uğurlu olar. Biraz bir dənə xahiş edirəm. Yox, bir dənə xahiş edirəm. Biraz möhkəm danışaq. Səsimiz yaxşı düşsün. Nə demək istəyirsən, nə arzuluyorsan. Arzu edirəm. İnşallah birinci dəfə də qapısındayıq. İnşallah sezonda da vermək istəyən nəticələr olar. İnşallah Maşallah var. gözəl heyvanlar var. Əziyyət çəkib. Heyvanlar xoş gəldi ha. İnşallah Allah qoysa. Əlbəttə ki. Qardaşlar, Elşan bu da təzə quşlarıdır. Təzə quşları yox, təzə quşxana quşlarıdır. Yəni quşxana açılır. Üzülü sayında arxam düşür. Ay maşallah, sala bir saydım bunu. Maşallah. Maşallah. Dostlar, indi Elşanın bu kuşxananı da çəkəcəm. Çox bəyəndim bu kuşxananı. Qəşəng qaydada düzəldib cütxanaları. Əla şəkildə düzəldib. Bir dənə gedək quşxananı da çəkim. Elşan, bir dənə girirəm. Eyb yox, girirəm. Bax dostlar, ayağı altısını qoyur. Bunlar çıxardım sonra da oluyor. Sər. Aha, bax xanələr belə quruğu. Deməli, 3 xanədən sonra mən bu Elşan cütxanalarını çox bəyənirəm. Çox dostlarımız da var. Allah hamısını da canlı sağ eləsin. İndi düzdür, şərait, yer söhbəti də var. Məsələn, Elşan cütxanaları nəyə yaxşıdır, qardaş? Həm hündür, həm geniş. Yəni quş burada özünü daha rahat hiss edir. Yəni yer varsa, imkan varsa, doğrudan da belə hündürlükdə, belə geniş cütxanaların olmağı əladır. Maşallah olsun. Maşallah olsun. Bax qardaşlar, bax bu qaydada quşxanadır. Elşan halaldır sənə. O keçən dəfə də bəyənmişdim sənə. Cütxanaların çox əladır, iridir, ləzzət eləyir.
Qardaş səliqəli dən qabları burada. Bunun damazlıq yuvalarından biridir. Bu nədir? Ay maşallah. Bu Bunu ağsaqqal hədiyyə eləyim. Nərman dayının quşlarına. Allah Nərman dayıya da şəfa versin. Yorğanı yüngül olsun. Devam. Ay maşallah. Eşəm çox fərqi var. Gözəl, əla düzəldib sən. O quşları cürbəcür. İnşallah Burada bir iki dənə göylər var. Yəni göy sistemdə. Orada ağlarım var. O ağları bərə atacağım. Bu göyləri əbrəşləri ora gedəcək. Amma qırmızı nişanları çıxartmayacaq da. Ha, burada Ağlar içində saxlayırsan onları. qırmızı nişan olmağı daha yaxşıdır da. Daha yaxşı şey göstərir. Əslində quşların içində nişanlı quş da olmağı yaxşıdır ki, yəni quşa gözəllik verir. o bəzən də bir sərçə də gəlib keçəndə böyründən hürkməsin deyə, o rəngi tanısın deyə heyvan. Ola bilər də bir dənə xamdır, qıraqdan gəldi, qırmızı düşər quşların içində hamısı pərəm-pərəm düşər, kəsik, məsik. Yəni doğrudan da quş biraz başqa rəhləri də görməlidir ki, qorxmasın hər şeydən. Bozquyruğum da maraqlı bozquyruqlar, qardaş. Mən görüm sala biləcəm, bir bax bu bozquyruq. O bozquyruq Nərman kişi bağışlayır mənə. Əbrəş quyruqlandı. Mayasda bu da hava budur. Hansı? Bu da hava bu. Bu boynu göy. Bəli. Onun balası bu ildə keçən ildə 10 saat yarımsıb. Sonra dedim özünə dedim ki, belə bir kuş veribsən mənə qara quyruq. Balalarda qara quyruq çıxır. Dedim belə bir kuş veribsən qara quyruq mənə. Bu yaxınlarda süt bağışladı mənə. Altında elə bir qara quyruqda bağlar çıxır. Ay maşallah, sağ olsun, sağ olsun Nərman kişi. Eşən Allahın köməyinə sən buradan mı tutmaq istəyirsən, yoxsa şəhərdə? Burada mənim şəhərdə burada cəh quşlarım var, şəhərin də cəh quşları var burada, gətirmişəm. Yəni burada çox quşlarım var ki, yəni çox deyəndə bir 10 dənə, 15 dənə şəhərdən cəl salım gətirmişəm bura. Ay sağ ol. Amma bir 50 dənə yaxın buranın cəhətləridir. Bir balalar da çıxır, inşallah bəlkə də fikrim oldu ki, buradan tutdum. Burada? Ha, buradan cəhətlərim buradadır da mənim tutdum. Qardaşlar, quşlar da maşallahdır, həqiqətən, nə bilim, həqiqi mənada maşallahdır quşlar. Həm sağlamlıqları tüfü-tüfü, min kərəm dırnaqları bəlkə olsun, sağlamdır, gözəl baxır, qulluq eləyir. Baxma, əlbəttə. O əsib o düşəni çəkə bilmədim. Hər gün 8 saat, amma dediyi kimi də var. Allah hamısının dediyi kimi də var. Həmin quşa, maşallah, hər gün 8 saat. Hər gün 8 saat demişdi, amma burada oturdum 7 yarım 8-i vurdu. Elə dediyi kimi Dediyi çıxıb. kimi oyna gedir adam. Buradan Əlbək kişinə salamlayırıq. Var olsun, Allah razı olsun. Elə o da yetişdiricilərdən biridir, quş törədənlərdən biridir. Güclü quşbazlarımızdandır, anlayışı güclü olan insandır. İki dəfə Əlbək kişi ilə bir yerdə olmuşuq. Burada da 3 adamın quşu vardı, 3-4 adamın. 3 adam var. Neçə? 3 adam. 3 adamın. Adarfağın quşları var, Nərman kişinin quşları var, bir də Əlbəyin quşları var. Əlbəyin quşlarından. Yəni burada 3 dənə quşları bir-birinə qatmışam da, o yəni cins olaraq. İndi amma hal-hazırda Hacının quşları öz cinləri ilə cütdü, Nərmanın quşları özləri ilə cütdü, Əlbəyin quşları da özləri ilə cütdü. Bu illəri bu cür vurmuşam. Qəşəng. Bu illəri bu cür cütləmişəm. Hə, istəyəndə bəzən qarışdırırsan, özün üçün nəsə bir şey, belədir ki, özləri ilə də qaytarıb vurursan. Dostlar, bir də buna da balet eləyək. Doğrudan da arxası bizə olan quşdur. Sarı üzüklü quş. Maşallahdır. Onu Hacarqağa bağışlayayım mənə. Bir də, Hə, ay maşallah. Hacarqağa bağışlayayım. Ya, maşallah quşlar. Həqiqətən eşə hava oldu sənə. Ay maşallah. Gözləyirəm də gözəl nəticə səndən gözləyirəm bu gün. Allahın köməkliyi ilə. Bir də açaq olarda baxaq. Ay maşallah burada Burada da. erkək quşlarımdır, bəziləri də baladır. Yəqin ki, qardaşlar, burada bunun uçuş yuvasıdır. İndi gəlib
Elşən özü deyər, nələrdir bu? Yəni belə tez göstərim. Ancaq yox, böyük quşlardır, yaşlı quşlardır bunlar. İndi bir iki dənə cavan varsa yoxdur deyənlərəm, böyük yaşlı quşlardır. Yəqin nəsə toxumlu quşlardan atıb da bura. Hal-hazırda cütə vurmadıqları olar. Qardaşlar, Elşən gəldi. Elşən, bunlar nə quşlardır? Əsas böyük quşlardır deyək. Böyük quşlar da var, bala da vardı. Amma bəzilərinin çoxsunu sürüb kəsib atmışam bura. Bəziləri də köhnə erkəklərimdir, balaya buraxmamışam da. Bəzilərini balaya buraxmamışam. Məsələn, bax qaşqı erkəkdir, aşağıda, Nərman şişin quşudur, balaya buraxmamışam. Hə, o göyal dənə. Sonra burada bir dənə göyboyun erkək var, göyboyun gök quyruq. O da qoca quşumdur. Qalanlarda uçurdub kəsib atmışam burada, başa düşdün? 3 dənə kötüyü quş var. Bir də qalanlarda şeydə uçurdub kəsib atmışam burada. Ancaq ki, elə də cavan balıq quşlar deyil, ha, böyük quşlardır. Var şeydə, zəh quşlar. Kəsib atmışam bura. Bu ağ çəkilli nədir? Çox maraqlı dəyir. Əlbəyin quşlarındandır. Maşallah. Yox, əlbəyin quşlarındandır. Maşallah. Qəşəng şəkili var, qeyri-adi şəkillidir. O 2 dənə kəsildilər, tutmamışam amma. İkilər güclü yetişdirib. Doktor, Bəli. nə fikirləşirsən? Bu yarış necə olacaq bizdə? Nə fikirləşəcəm? Qardaşımızın həkimliyi. Həli. Yaxşı şeydən başqa başqa fikir gəlmez ağlıma. Var o. Bu hələ mənim uğurumdur. Var o. Vallahi mən çox sevinirəm ki, yaxın qardaşım belə gözəl quşları var. Özdə qayda qanunla bir də Bəli. hər şey Elşən qayda. çox qabiliyyətli, yaxşı qardaşlardan biridir. Özdəki tanınmış quşbazların quşlarını törədir. Var. Quşlarını da tanıyırıq, özü də yaxşı tanıyır. Allah onu var eləsin, can sağlığı versin. Ne diyeyim? Enal yayda burada olursan, Bəli, bəli. uçuşlardan görürsən bir şey yoxsa yox. Yaxşı quşlar olur. Olub. Maşallah, maşallah. Özə bir şey də Cavid vurğulaya bilərəm zəhmət olmasa. Bəli. Bir şey də vurğulayım ki, yəni bugün biz dəqiq bilmirdik. Gəlib çıxmışıq, bilmişik ki, Elşənin ad günüdür. Ay, maşallah. İstifadə edib elə Elşənin də ad gününü təbrik eləmək istəyirəm. Allah ona can sağlığı versin. Amin. Ürəyində nə arzular varsa hamısı üçün olsun. Amin Allah. Eşə, mən də sənə həyatda uğurlar arzulayıram. Sağ ol, sağ ol. Bütün işlərində uğurlar. Minnətdaram. Mehriban kuşbazlar, mehriban komanda, mehriban komanda. Birbirimizi biz belə dəstəkləyirik ki, Allah canını sağ olsun. ad günündə də, şad günündə də həmişə yanında. Bir yerdə. Yarışma deyəndə ki, yarışmadır. Təbii ki, hər şey quş demək deyil də, Ha, belə biz deyil. Allahın İnsanlıq, köməkliyi dostluq ilə faktoru da var burada. Təbrik də edirik Elşənin, gün olsun 100 yaşını qeyd edesin. Amin. Balalarının toyunu nəvə görsün inşallah. İnşallah. Həmişə də bizdə yanında iştirak edir. Amin. Sağ ol, Allah Allah Təbrik var edirəm. etsin, hamımız. Çox sağ ol. Eşə, böyük kişi olasan. Allah qardaş, bütün var ol. işlərdə sənə uğurlar arzulayıram. Nə edeyim, nə deyim bilməyəsən qardaş bu həyatda. Elə gözəl günlər yaşayasan. Sağ ol. Bəli, qardaş, bəli. Mən bir şey də demək istəyirəm ki, Elşənin xəttini çox istəyirəm və biz bunu İraq olsun tez zamanda itirmək istəmədiyimiz üçün ayaqlarıma naski gil böyləklərini basdırırıq. Qəşəng doktor, qəşəng. Doktor məsləhəti var ol. Allah can sağ. Gedim bir natiq kişicilin də yanına. Ağsaqqal, sizə bir sual verim. Quşlara baxdınız, gözünüzə yaxşı dəyənlər oldu mu? Maşallah. Sağlığına qismət. Allah qoysa yarışda birinci olar inşallah. İnşallah. Allah Həmin bir gün kömək. ad günü. Ad günüdür. Bəli. Bir gün olsun böyük oğlan olsun. Natiq kişi, siz necəsiniz? Maşallah. Bugün də təbrik edirik. Var. Kuşlar da qəşəngdir. Hoşumuza gəldi. Maşallah olsun. Maşallah quşlar güclüdür. Qəşəng. Mənim qardaşım, balet eləyə bildiyim quşları. Allah sənə də köməyində olsun, cavan qardaşımızla, Allah sənə də xoşbəxt eləsin. Ən əsas birinci o, gözəl iş, güc, sonra belə xırda-xırda quşbazlıq.
Allah sizden razı olsun. Allah'ın köməyi. İnşallah. Qardaşlar bax, mehribançılıq bax belə olur. Eynal qardaş TikTokda dağıdır. Kamera qabağında elə sakit durur ki belə. Sən ürəksən Zaved. Mənim çox istədiyim dostlarımızdandır Cəlilabadda. Elə hörmət elədiyim oğlanlardandır. Sağ ol. Var olasın. Adamı. İnşallah bir gün qardaş sənin də həyatında olaq Allahın İnşallah. köməkliyi ilə. Sən ürəksən qardaşsan. Sağ ol. Kuşbazlığın elə ləzzətliyi budur. Düz. Bakıya gələndə sənin qulluğundayıq, gəlib çayımızı, Sağ ol, qulluq sağ olasın, çörəyimizi çox sağ ol. içəsən, yeyəsən, qardaş həyatına gəlsən, arxayın, öz dostlarınla da gələ bilərsən, nəinki tək, Sağ ol, Allah köməyin olsun, çox sağ ol. var olasın. Nə olur? Cəlilabadda mən bax. Mənə də dəstəksin bilirsən də Elxan kişidir. Elxan kişi söz deməli, yaxşı. Qoca var elə bu. Saxlamaq başqa şeydir, bu çıxmaq başqa O da sənə Mən özüm səninlə bir bilirəm. Bir gün 30-100 yaşında ikimiz də quşsun. inşallah. Sən nə danışırsan? Qocana da. Adam verdin. Dolar verdin. Necə deməyəcəm? Dostlar, həqiqətən maşallah olsun, maşallah olsun, həqiqətən. Sən niyə bozquru oydun? Qəşəng quşlar çox. Bozquru. Maya da, o maya desin. Maya quşur. Burada elə quşlar var. İstəyirəm kameraya sala bilmirəm. Günəş elə vurur ki, doğrudan da maşallah olsun. Ha, qəşəng quşlar var. Yerlilikləri də gözəldir belə. Yaxşıdır. Bozquru maya süperdir və şeydir. Sallakan da var. Super viddi quşlar var. Yəni uçuş vidi də var, yerlilik də gözəldir belə. Bunlar qəşəng oynayıb sular, ləzzətlidir. Onu bitirlər. Ha, Qış oynamalıdır da. oynayıb quş oynamadı, o quşdur. Mənim öz şəxsi fikrimdir, quş oynamadı, o quşdur. Maşallah, maşallah. Maşallah. Ha, bunlar damazlıqlardır. O quşun haqqında bir daha. Deyən bu 2 dənə. Bir balası bura ha. Budur. Bu da siz yanında bu kuşun oldu. Bir balası da oradadır. Hacı girdi heç. Bunlar nəyin balasıdır görəsən bu qırmızılar dedi. O mən soruşdum onu. Qırmızı ağ quyruq hər şey var. Ha, biri bunun ha. Deyib o Ay, sağ qardaşlar. 10 mayasında bir dənə şey. Hanı mayası var? Bir de bunun balalarıymış. İndi görə bu quş haqqında nə deyəcəklər? O mayası da budur. Çəp ha? Yəni korpus, yəni tək korpusa köklənməyər də, həm uçuş olmalıdır, həm də fikir verin nə gözəl korpusu var, yığcam, gözəl mayadır. Balasının biri bu orada. Çox gözəl maya. Onun şeyi gedir çıxır. Demək, Hansı quşu? qırmızı çil maya, Qırmızı çəp. şey var ha məndə ya. Mor hər şey var ha. Aha. Gedir çıxır. Mor erkək səndə hansı 3 dənə? De, məndədir də hindi. Şeydir, balaları da birini sən götürdün, birini mən götürdüm. Hə, hə, hə. Yox, Yox. Yox, o döşxalın. Ha, Ha, bildim. Ha, dur, sağlaya yerim. Onun nəvəsi bu. Bir dənə üzr istəyirəm, hansı quşdan söhbət gedir? Çəpdən Bəli, söhbət bəli, gedir. bəli. Bir o bəyəndiyim mayadan. İndi məndədir.
Bunun anası. Bunun anası məndir. Bozkil erkeğinin şeyidir. Bir balasını bırakacağım sonra baxın. Eşən o qırmızı balalardan saat görüb kəsibsən də. Bala deyəndə uşaq maşallah erkək. Yox yapırlar. Ama erkeğe biraz nahoştu, erkeğe onlar da üstündü. Bırakın sonra bak. Biraz nahoştu. Fantastik bir güzel oldu. Biraz nahoştu, erkeğe var. Kırmızı, toz quyruq. Bu bir boy kuşu, Elə onun erkeği o değil. bir boy balası. Ha, Elə onun erkeği o. bir boy balasını uçurdu. Biraz nahoştu. Dayıcan o başdakı qırmızı gözlüklü. Ha bu. Buradaki kırmızılar bunun balası. Bunun balasıdır. Bu bax bir yax görsə deyə Ağaca yanında bir yax mayası da ha çıxmış. yanındadır. Erkək mal. Erkəkdə bax bu qırmızıdır boz. Ay Allah. Bunun babası sen, atası sendin. Qırmızı. Ağbaş. Bunun babasının Ha, atası ha. sendin. Ağbaş. Ha, bildim. Kırmızı ablağı yok. Ha, bildim. Bu da onlardandı da. Yedi tane balası ya. Neçə tane balası var? 6 tane. 6 tane. Zilgösün törədicidir də. Qısa müddətdə özdə balalar da cici bala deyirlər. Maya Uçurdu erkəklərində. be çoxsunu uçurdu. Uçurdub kəsib ha. Bunu verəndə ona beğenmirdi bu kırmızılar. Güclə verdi. Rəng baxımı ilə bəyənmirdi yoxsa? Yox, bu kuşbazlıq, yəni bu dərəcəyə gəlib çatsın ki, kuşu tanıya bilsin. Mən kuşum mənimdir, onu da tanıyırdı. Ona görə məsləhət bildim ona ki, bunu apar qoy sən də törəmsin. Amma getirmir, dedi, yox, boynu güllüyün qoyub. Boynu güllün qoyub qırmızı götürdü. Ay maşallah, indi ancaq bu qırmızının törədir uşaq. Bu kekilli mayadır. Ha. Bunun balaları, nəvələri necə uçur? Altın aldıları Bakıda 3 gün davada tuttu. 6, 7, 9 ana kadar. Şimdi bu çıkardım bak. Burada alıp yardım ediyoruz. O da boynunda zire var ha. Hə. Kanında sarı renk olmuş abi. Halaldır. Bir balasta var daha. O da ağmar var o daha. O da şehirde sürü getirmiş. Kolleksiya əladır Eşən. Xeyirli olsun. Xeyirli olsun. ha, Biz Doğrudan elə Eşen o bunun mor erkeği vardı ya vermiştim sana uzun erkek. Şöyle kuyruğu. Eşen mor erkeği vermiştim ikinci uzun ağ. İki kardeş birini şeyden götürdüm. Onları kendi atmışım ikisinde. Ha. Onlar kardeşim oğlaktı vermişim ki onları. Endi quyruqlar biraz şey oldu olsa onlara Güclü kuşbazlarından birinin adı. Keçin de bu yana, bu yana Maşallah. keçin. Aslında. Gelin Eşən buraya, bak qardaşın şunu al. ad günü də həm də bu gün Asım sonlaşdırılır. gel bir yana. Eşan tebrik ederiz. sağ olun. İnşallah bağların toyunu. Aa bu toyun şimdisinde top geçecek. İnşallah. Allah can sağlığı. Amin Allah. Həmişə şadlıqlara görə. Bunlar bir de burada biz de böyle azaz. Bu da bizim doktordur. Çox sağ ol. Ondan. Var ol. Allah sizdən razı olsun. Var olun. Kabul edemem. Ondan. Çok sağ ol. Var ol. Çox sağ ol. Halal hoşu olsun. Gel yiyecek. Kuşlarımız da burada yenə. 6 tane de ördek cavabı. İnşallah. İnşallah.
Ha qardaş bax. Buradan oturur qardaşımız balet edir quşlara. Toy nişan. Amin Allah. Hizmet edirsiniz inşallah gelecek hemşe. Toylara gelecek. Çok sağ ol. Her şeye göre. Sağ olun. Allah-u Teala'ları hazırlayana, şahi bize kulluk et. Hamısına Allah Teala kuvvet versin. Amin Allah. Bereket versin. Bereketin bin olsun, milyon olsun. Allah bereketimizi artırsın. Sağ olun. Var ol. Cavit de bizim eziyetimizi çektiği, Halal min çekmişleri halal xoşuz. yediği, Var olun. Allah onun da canını sağ olsun. Allah hamımızın canını sağ olsun. Var ol. Bu kulüpte, bu komandada bir yerde bir yumruk kimi elleşirik. Bu komandada yarışmırlar birbiriyle. Bu komanda dostluk komandası. Var ol da. İnşallah salamatlık olsun. Kuşlar da böyle şekilde görsədir. İnşallah. Amin. Eşən de amin. bizim için 9'dan kuş tutdu. 3 tanesi qalıb, saat 6'ya işləyib çıxırıq buradan. 3 tanesi qalıb. Anar görürdü. Şəmkirli anar görürdü kuşları. Əleylər görürdü kuşları. Eşən de gördü. Mən bir dənə görürdüm mən. Ben 2 tane gördüm. Sən 2 dənə də eynal. 2 tane ben gördüm. hamısı görürdü kuşları. Maşallah. Allah kuşlarına bərəkət versin. Çox sağ ol. Sağ olun. Sağ olun. Hər toyunda qardaş olur. Elşən qardaşın oğludur. Gələndə bir Rızayevin. Sağ ol. Ona geledim, ona geledim. Benim sənin mayım.